Paduşkanı düzəldim adyalını. Yox, paduşka əcəl realdır da, natural, Realdır, onsuz da təbii. düşmür. Təbii. Bu günlərim əsas mövzu təbiilikdir. Təbii olun dostlar. Təbiilik hər şeydən önəmlidir. Bəli. Təbii olmayan insanları Qınayın. Açıq aydın. lazımdır. Bu arada salam hər kəsə. Necəsiz? Yaxşısınız? Pissiz? Yazın aşağıda. Mövzunu elə buradan başlayaq. Zosi gələn kimi mənə dedi ki, bugünün xəbərlərindən xəbərim var. Dedim, hansı xəbərdən? Dedi, necə yanı görməmisən və mənə göstərdi. Qoy açılışı da özü eləsin. Çünki bu da əslində birinci növbədə bizim qadın olaraq danışmamız gərəkən mövzulardan biridir və öz 5 qəpiyimizi bura qoymaq istəyirik. Hə, yəni bu mövzu əslində ağlımızda yox idi, amma belə evdən çıxmadan bir dənə qızlar Bakıdan reklam göndərmişdi mənə. Əminəm ki, çoxunuz bilirsiniz, bu dəqiqə gündəmdədir o reklam. Deməli, Taleh Yüzbəyovun çəkildiyi, tam bilmirəm ssenarist kimdir, buna kim okey verib deyə, tam belə o adamın şəxsindən danışmaq istəmirəm. Daha çox bu işdən danışmaq istəyirəm ki, bu iş nə dərəcədə problemli bir işdir reklam olaraq. İçində yəni hədsiz çox problemlər gördüm mən şəxsən və dözməyib ora komment yazdım. Yəni o dərəcədə özümdən çıxdım. Nə deyim reklam haqqında? Zosi danışım. Ümumiyyətlə bir dənə o notumu vermək istəyirəm ki, adətən o insanlara müraciət edirlər məhz o məqsədlə ki, ssenarist olaraq onlar özləri həm ideyanı verirlər, həm də çəkilişi eləyirlər. Zaten işləri ondan ibarətdir və sadəcə qınaq tutmaq məqsədi ilə də demək istəmirik bunu. Çünki Taleh Yüzbəyovun gözəl işləri də olubdu, şəxsən özüm. Mən izləmişəm, qısa filmlərini izləmişəm. Bir ara Zəhər Tuluğu deyə bir neçə seriyadan ibarət filmi var idi. Onu izləmişəm. Yəni yenilik gətirdi hardasa öz çapında Azərbaycanın o qısa metrajlı kinematografiyasına deyə bilərəm. Amma və lakin ona da belə şok oluram ki, okey, bu işləri görən insan da belə bir fikri necə açıq belə ekranlara söyləyə bilir. Hə, mən də Taleh Yüzbəyov bax yenə simulyasiyaya bağlayacağam. Zosi, I swear to God. Ən son onun adını və mənim feedimə o necə düşüb. Clubhouse-da o vaxtı o da o otaqların birində idi. Mən də o otaqdaydım və o otaqda seksizm haqqında, qadın düşmənliyi haqqında və qadın düşmənliyini onun reklamlarında olması haqqında idi mövzu və bir çox dünyanın fərqli yerlərində yaşayan qadınlar orada Taleh bəylə belə söhbət eləyirdi və çox sağlam bir diskussiya gedirdi orada və onlar orada öz baxış bucaqlarından başa salırlar ki, niyə bu düz deyil filan. O da orada əslində çox belə konstruktiv tənqidi qəbul elədi və dedi ki, çox sağ olun ki, bu tərəfdən mən sizi indi daha yaxşı eşitdim, anladım. Çünki şərhləri oxuyanda düşmən kimi o da şey eləyir, reaksiya verir, amma oturub danışanda biraz daha və hətta dedi ki, mən bunu bəs sizin üçün telafi eləyəcəm türklər demiş və deyəsən qarşılığında nəsə belə çox qadınların qadın şiddətini yadıma gəlmir o hissələri. Nəsə bir şey elədi, yəni ya yaxşı bir reklam çəkdi ya da whatever. Amma yəni üstündən illər keçdi, mənim yenə feedimə Taleh Yüzbəyov bir seksist reklamla daha düşdü. Yəni insanlar dəyişmir. Yəqin ki, ya da ki o tutub ki, bu elə bir triggerdir ki, buradan populyar olursan, partlayırsan və ondan zövq alır da, niyəsə hansısa bir səbəbdən. Sadəcə mənə elə gəlir ki, onu da engagement rate üçün eləyirlər. Çünki yadımdadır bir neçə il bundan əvvəl, bəlkə daha da çox, bir beauty salon var Azərbaycanda və onlar da çox qadınlara yönəli lazer aparatını yadıma gəldi Zosi. Yəni ki, o çorni PR-dır, toju PR deyirlər. Mən hətta ona artıq inanıram ki, bəlkə bunu məqsəd yönlü eləyirlər. Bilirlər ki, bu çox böyük engagement rate yığacaq. Yəni belə deyim də, bu okey, dark humor deyirik də buna. Yəni qara humor hər kəs hər istədiyi mövzuda zarafat eləyə bilər. Mən bunun tərəfdarıyam. Mən tərəfdarıyam ki, sən seksiz zarafat da eləyə bilərsən bir aktyor olaraq, bir komediya artisti olaraq, amma harda? Öz stand-upında, öz işində. Hara ki, insanlar zaten səni tanıyır, səni sevir və sənin seksiz zarafatlarına qulaq asmaq istəyən bir kütlədə buna gülmək istəyə bilər. Mən buna qarşı deyiləm qətiyyən. Amma bunu reklam üçün, hansı ki, yəni bütün qlobal bir işdir də, yəni Azərbaycan reallıqları içində, belə bir yerdə qadınları, bir qadını əzərək, başqa qadını yüksəldərək əslində bir şirniyyat reklam eləmək
Yəni o qədər yerdən problemlidir də. Oh my God. O qədər yerdən. Doğrudan yəni əslində reklam olunan produktda bir şirniyyat idi, yəni. ice cream idi səhv eləmirəmsə. Nəsə təbii. Yəni nə əlaqəsi var? Niyə? Necə? Bilmirəm nə əlaqəsi var, amma mənim üçün məsələn başa düşdüm ki, Taleh bəyin oradakı məqsədi odur ki, belə də yəni təbii gözəllik yaxşıdır və bir moral haqqında danışır və demək istəyir ki, bu yaxşı bir moral deyil, amma reklamdakı ssenariyə görə bu adam, özü biz həmişə münasibətlərdən danışırıq da, yəni yaralı yerimiz. Bu adam bir deytdədir dostlar və bu deytdə bir qadındandır. Qadın o deytdə çox andadır, çox presentdir. Sənlə danışır, sənə yəni ürəyini açır filan. Sən orada oturmusan. Birincisi bir kişi niyə bu dərəcədə detallı bilməlidir ki, kim çox turn off-dur. Nə harasını aldırıb, yanağına nə qoyub, dırnağın, saçın qaynaq sözünü vəbşə sən niyə bilirsən? O yerində bir belə bir şey olursan ki, dude, yəni ki sən orada o görüş vaxtı bu qədər məlumatlısansa bu mövzuda, sən bu qədər detallı baxırsansa, sən onsuz da normal bir insan deyilsən və sənin bir moral danışmağın, bir daha deyirəm, Taleh bəydən danışmıram, aktyordan və işdən danışıram. Elə bir filmdir və filmin aktyorunun personajdan danışıram burada. Yəni bir insanla bağlı bir şey demək istəmirəm. Amma onun oynadığı o personaj, o adam niyə bu dərəcədə məlumatlıdır qadının harasına nə elə? Mən məsələn bir qadınla otursam mən o qədər bilməyəcəm o harasına nə düzəldib, qaşı tatudur, odur bilməyəcəm gerçəkdən. Amma bunu bir kişi birincisi başa düşür. İkincisi, bu reklamdakı moral hardadır ki, sən oturmusan bir qadınla deytdə və qarşı masada oturan qızla baxışırsan. Və sən özünü burada cool hesab eləyirsən və deyirsən ki, mən səni bəyənmədim və mən o biri masadakı qızı bəyəndim, ona gülümsüyürsən, o qız sənə gülümsüyür, o qızın moralını sorğuladım, sənin moralını sorğuladım və oradakı ən saf və ən heç kəsə zərəri olmayan, həmin o hər yerini yığdırmış xanımdır da, yəni o adam gəlib deytinə bəyənmirsən, məsələn, bu reklamı çox daha qəşəng əgər sən dediyim kimi də, hətta deyək ki, okey, mən qəbul edirəm ki, sən bu şeylərə qarşısan, daha yaxşı çəkə bilərdiniz. Yəni orada sən o görüşdə deyə bilərdin ki, bizim kişilərdən gözlədiyimiz odur da, yəni honesty, yəni səmimilik, təbiilik. Sən deyə bilərsən ki, xanım, mən sizlə maraqlanmadım, çox sağ olun. Tanışdığımıza şad oldum. Çıxırsan, gedirsən və təsadüfən qarşına təbii gözəl bir qız çıxır dırnaq arasında və sən ondan nəsə yaşayırsan. Onda belə nəsə bir şey özünü qorumağa bir yeri olardı bu reklamın, amma burada heç yoxdur. Təbii ki, sən demiş şəxsiyyətinə yönəlib bir şey demirik. Çünki o özü də aktyordur və sonuçda əgər ssenarist özü deyilsə, onu bilmədiyimiz üçün üstünə belə çox getmirik. Ona görə yəni bir aktyorun oynadığı rola görə də həmin o insanı biz qınaq yəni obyektinə çevirə bilmərik. Amma hardan baxsan çox səhvdir. Hardan baxsan çox. Ən böyük mənim üçün problemi bunu deyəcəm Zosiya. Oradakı o adam, o personaj, o qadının xarici gözəlliyinə görə onu tənqid eləyirsə, mən də bunu deməyə çox haqqım var ki, yəni qardaş o roldakı obraz. Sən niyə özünü Jacob Elordi hesab elədin orada? Sən niyə özünü Brad Pitt hesab elədin orada? Sənə nə oldu? Sən niyə düşündün ki, mən ancaq dünya gözəlinə layiqəm? Sən bilirsən, Zosiya, Azərbaycanda əslində bu bizim yəni mentalitetdə bu çox belə təbliğ olunan bir şeydir. Ümumiyyətlə kişilər meymundan biraz daha yaraşıqlı olsa yetərlidir. Baxırsan ki, heç yaraşıqlı deyildi deməyimə. Yəni ki, baxırsan ki, normal sıradan bir oğlandır, amma kriteriyaları bax bir belə. Qadınlar ona görə Azərbaycanda çox daha baxımlıdırlar. Niyə? Əlbəttə, çünki onlara qarşı o qədər çox tələb olunur ki, yəni o qarşısında oturan, o deytdə oturan qadın da əslində o tələblərin nəticəsi olaraq o qız çalışıb gözəl görünsün. O qız o deytə gəlmək üçün en qədər maniküra pul xərcləyib, en qədər saç ustasına pul gəlib deytə və sən orada hörmətsizlik eləyərək başqa qızla baxışırsan və elə bilirsən ki, sən deeply moral bir şey çəkmisən. Dude, no. Wrong. Bugün də bu reklamı mühakimə eləyərək Zosilərə heç bir əlaqəsi olmayan yerdən giriş etdik. Bu arada biz birinci dəfə idi. Birinci dəfə deyildi. Biz arada gündəmə giririk. Ondan əvvəl də bir neçə dəfə girmişik gündəmə, amma bu qədər dərindən və bu qədər açıq ifşa etməmişik normalda. Yəqin ki, bu yaxşı bir approachdur Zosi. Yəni bunu gələcəkdə də biz olduqca deyəcəyik, yəni içimizdən gəlir. Bunu bir şey üçün. Fikirdir. Bu da bizimki də bir fikirdir və yəni fikirlər səsləndirilməlidir. Ki, o luplar qırılsın.
Bəli. Belə. İndi keçə bilərik əsl mövzularımıza. Başlayaq. Biz belə qərara gəldik ki, Gəl həftənin kommentini unutma da, çünki keçən dəfə unutduq, əvvəldə eləmədik. Okay. Həftənin kommentini də burada seçdik və yapışdırdıq. Bizə gözəl kommentlər, Çox sağ olun. qeyri-gözəl kommentlər yazmağa davam eləyin. Çünki biz onları oxuyanda çox əylənirik, bizə çox gözəl fikirlər gəlir. Bu günlərin bu epizodu da biz artıq yığılmış, payldap olunmuş kommentlər üzərindən istəyirik açaq. Ona görə bu da sizin kommentlərinizin nə qədər önəmli olduğunun daha bir isbatıdır. Bayırda da fırtına var bu dəqiqə. Bayırda fırtına var. Bilmirəm, Səs-küy. görürsüz, görmürsüz. Yəni burada şimşəklər çaxır, dünya dağılır. Və olsaydı deyərdim, Amerika dağılır. Deməli, qayıdırıq bizim bugünkü kommentlərə. Birini səsləndirmək istəyirəm. Fərqi yoxdur hər halda hansından başlayacağam. Zosinin göndərdiyi sıralama ilə başlayıram. Bizə artıq bir neçə dəfə gözəl kommentlər yazıb və onun kommentləri üzərindən biz də mövzuları danışmışıq. Elkin Cəfərlinin növbəti bir kommentini səsləndirəcəm. Yazıb, salam Zosilər, belə bir mövzu. Nəyə görə Azərbaycanda olan dost-tanış düşünür ki, onların problemləri vacibdir, amma bizim problemlər USA-da olduğumuz üçün boş şeydir, fikirləriniz maraqlıdır. Bu arada yazıb, epizod yüngülvari ağır oldu. Bundan daha öncəki epizodu deyir, qatılırıq. Hormonlar. Səbəbləri çox idi. Amma qaydaq mövzuya. Yəni, mən bu mövzuya giriş eləyə bilərəm. Buyur. Ümumiyyətlə, insan varlığı düşünürəm belədir. Biz həmişə olmadığımız yerdə həyatın daha gözəl olduğunu, daha asan olduğunu, çətinliklərini bilmədiyimiz üçün həmişə onu daha asan görürük. Mən də hal-hazırda Amerikada oturan bir insan kimi, düzdür, məni müqayisə etmək üçün orada da experience-im olub, burada da experience-im olub, ona görə müqayisə edib fikir bildirə bilirəm, amma eyni zamanda da 10 ildir orada yaşamıram, bir çox şey dəyişib və o reallıqlardan artıq uzağam deyənə obyektiv olmaya bilərəm bu fikirlərimdən, amma mən də burada oturaraq düşünürəm ki, Azərbaycanda həyat çox asandır. Azərbaycanda bir çox şeylər çox asandır. Çünki buranın çətinliklərini bilirəm. Ona görə Azərbaycanda oturub Amerikanın həyatına da baxıb, biz də yəni burada durub gündəlik nə ilə struggle edirik, hamısını göstərmirik insanlara doğal olaraq. Amerikadan blog çəkən insanlar, vlog çəkən insanlar da heç birisi, yəni böyük əksəriyyəti göstərmir onun çətinliklərini. Ona görə insanlar otururlar, belə perfect picture-a baxırlar normalda və belə bir fikrə qapılmaları mənə çox normal gəlir. Honestly, əvvəl bununla mən də mübahisə eləyirdim, mənim bacılarım. Əşi, sizə nə var deyəndə başlayırdım sıralamaya, necə yəni nə var? Amma indi artıq başını buraxmışam. Ona yəni kaybedəcək zamanım yox, türklər demiş. Yəni ki normaldır da, o üçüncü dəfə də deyim, the green is grasser. Düz dedi. Yox, the grass is. The grass is greener on the other side. Yəni ki bu həqiqətən də belədir, həmişə də belə olacaq deyə düşünürəm. Sən nə düşünürsən? Eyni Zosi, mən də qatılıram ki, belə bir mif var, həqiqətən də insanlarda belə bir düşüncə var ki, biz burada qalmışıqsa biz əziyyət çəkirik, buradan gedən hamı özünü artıq xilas eləyib, elə görürlər. Biz yəqin ki, ilk epizoddan bunu belə düşünmədiyimizi və bunu real olaraq yaşadığımız üçün, buradakı çətinlikləri bildiyimiz üçün mən də Zosi kimi düşünürəm ki, burada ümumiyyətlə hər hansı bir yerdə immiqrant olmaq, dostlar, həqiqətən çox çətin bir şeydir. Təbii ki, fərqli immiqrasiyalar var, fərqli, nə bilim, yaşda olan immiqrasiyalar var filan, amma bura gəlmək heç də daha asanlaşdırmır həyatı. Hətta tam əksinə orada var olduğun çox şey burada yoxdur. Və sən elə bil ki, başqa bir ölkədə, başqa ölkənin vətəndaşları ilə həyata atılanda, nə bilim, mənfi 100-0 arxadan gəlir səndə. Yəni arxadan həmən indi 50-0 oldu. Gələn il bəlkə 45-0, biz haçan 0-0-a hələ çatacağıq. Çempionat dövrüdür, sizə bildiyiniz terminlərlə danışım. Yəni ora haçan gəlib çatır. Ümumiyyətlə, yəni bir yandan da həm məsələn 3-cü dünya ölkəsinin vətəndaşı olaraq dünyaya gəlmək də mən elə gəlir ki 0-5 arxadan gəlməkdir digər ölkələrdən gələnlərdən müqayisədə. Yəni 3-cü dünya ölkəsi olaraq dünyada var olmaq hamımız üçün eyni qədər çətindir. Biz də Azərbaycanlıyıq, burada yaşasaq da.
Amma bir də bunu öz ölkəndə deyil, xaricdə yaşamaq, öz dilində deyil, xarici dildə var olmağa çalışmaq, nə bilim, yaxın çevrəvin olmadığı başqa bir mentalitetdir də, tamamilə başqa bir mentalitetdə var olmaq heç də asan deyil. Amma yəni burada da oturub bunu ağlaşma mövzusu olaraq demirəm. Təbii ki, çox daha ona da qatılıram ki, yəni buranın da elə müsbətləri var ki, insanlara da haqq verə bilirəm bunu belə düşünməklərində. Yəni çünki orada olmayan nələrinsə burada olduğunun şahididirlər, yəni başa düşürlər ki, belədir. Amma belə bir qınaqla da qarşılaşırıq Zosi. Bir də belə bir qınaqla çox qarşılaşırıq xaricdə yaşayan azərbaycanlılar. Azərbaycanla bağlı hər hansı bir problemdən biz danışanda, bu sosial mediada da görürəm, nə bilim, hər hansı bir dövrdə insanlar başlayır ki, burada biz yaşayırıq, buranı ancaq biz tənqid eləyə bilərik. Siz bu ölkədən köçmüsünüzsə, siz bu ölkəni tənqid eləyə bilməzsiniz. Gedin öz yaşa. Yəni mənə elə gəlir ki, bu həqiqətən də hədsiz, məntiqsiz bir fikirdir. Çünki mənim azərbaycanlılığımı mənim əlimdən heç kəs ala bilməz. Mən dünyanın harasında yaşasam da. İkincisi, sizin heç mühacir ədəbiyyatından və yaxud mühaciriyyətdə nə bilim, inqilablar eləyən insanlardan xəbəriniz varmı da? Yəni adamlar 10 il, 15 il başqa ölkədə yaşayıb, sonra gəlib ölkəsində nəyisə dəyişə bilibsə və yaxud yəni ki, orada yaşamırıq. Elə bugün biz oturduq, gündəmdə olan bir reklamdan danışdıq. Kimsə bizə deyə bilməz ki, Bakıda yaşamırsınız, nəyə Bakıdan danışır? Yox, biz oranın bir parçasıyıq. Başqa ölkədə yaşasaq da Azərbaycanlığımızı qətiyyən danmırıq və fəxr edirik ki, Azərbaycanlıyıq. 100%. Ona görə də oranın, hətta bir də bilsən Zosi nəyi yaşayırdım? Məsələn, mən Türkiyədə də bunu yaşayırdım. Orada Azərbaycanlı tələbələrlə bir araya düşəndə belə türklər, azərbaycanlılar. Bizim insanlarda bu hansısa bir natamamlıq kompleksi kimi bir şeydir. Başlayırlar ancaq ölkələrini tərifləməyə. Türklərdə, yəni onsuz da Türkiyənin problemləri göz qabağındadır. Onsuz da orada çox ikili bir şey var da, cəbhələşmə gedir. Oturan kimi başlayırlar pis deməyə. O pisdir, bu pisdir, siyasət pisdir. Bizim dolmamız belə yaxşıdır. Bizim nə bilim, belə pis olurdum. Deyirdim ki, yəni biz öz ölkəmizi niyə tənqid eləməkdən utanmalıyıq ki? Biz tənqid etməsə inkişaf eləməyəcəyik axı. Və yeri gəlmişkən bir mövzuya daha toxunmaq istəyirəm. Əgər biz artıq sosial mediada yayılan bəzi şeylərdən danışırıqsa, bu yaxınlarda bir rəfiqəm var və onun kiçik bir biznesi var Azərbaycanda. Ninka Kart. Gördüm o postu. Hə, mən Ninka Kart'ın biznesinin sıfırdan necə qurulduğu yadımdadır. Mənə də çox böyük köməyi olmuşdu. Mənim ilk loqotipimi də Ninka Kart hazırlamışdı o vaxtı biznesim üçün. Və o biznesin hardan gəldiyini, Ninka Kart'ın verdiyi yəni bütün sacrifice-ları mən görə, yəni gördüm ki, hardan hara gəldi, çıxdı və indi hal-hazırda nə əziyyətlər çəkir. Təbii ki, ona baxanda həqiqətən başa düşürsən ki, bu da tənqid olunacaq bir şeydir. Kiçik biznesdə əldə düzəlmə, handmade produktu yəni satmağa çalışır, ölkəsini çox gözəl təmsil eləyir və Zosi də bilir, mən də bilirəm ki, bu ölkədə və bu ölkə kimi, yəni Amerikanı nəzərdə tuturam, digər xarici ölkələrdə də onun əl işləri o qədər dəyərli olardı ki, amma halbuki Azərbaycanda o özünü yetərli qədər bir nöqtəyə gətirə bilmir. Bir çox problemlər girir o yəni problem şeyin içinə, mövzunun içinə. Artıq o detallara girmək istəmirəm. Biraz politik mövzulara girmək istəmirəm. Eynən. Amma həqiqətən də ona baxanda deyirsən ki, okey, yes, başa düşürəm. Məsəl üçün Ninka Kart Azərbaycanda yox, Amerikada olsaydı, hal-hazırda çox daha yaxşı şərtlərdə çox gözəl biznesini qurub böyüdə bilərdi. Mənfilər orada da var, burada da var, üstünlüklər orada da var, burada da var. Bəzi üstünlüklər təbii ki, çox life changingdir bəzi insanlar üçün, onu da anlayırıq. Yəni, yapacaq bir şey yoxdur, yapacaq tək bir şey var. Bir dənə söz var ingilis dilində, yəni ondan da savayı, if you don't like something, just move, you're not a tree. Yəni bir yerdə əkilməmisən, bir yerdə kök salmamısan, insansan, iki əlin, iki ayağın var, hərəkət eləyə bilirsən, sadəcə yəni həyatını daha yaxşı harda qura bilərsənsə, ged orada qur. Yəqin ki, bizim də gəlməyimizin səbəblərindən ən başda olanlardan bu idi ki, artıq başa düşürdük ki, həyat orada hansısa leveldə artıq bir limitləyir səni, yəni istədiyin yerə gedib çata bilmirsən. Yəni ya o sistemin bir parçasına çevrilib, həqiqətən də o sistemlə birlikdə arasa gəlib çıxa bilərsən, amma onu da hər insan özü seçməmək istəyir. O da çox çətindir, o da çox çətindir. Bir də məsələn elə insanlar da var ki,
şikayət eləyir, məsələn, Azərbaycandakı problemlərdən. Və heç nə də eləmir. Heç nə eləmir və eləməyə heç bir həvəsi yoxdur və deyir ki, mən oturum burada rahatımda, amma eyni zamanda da yəni ki, şikayət eləyir də. Yəni deyir, yəni doğrudan da ki, sən demiş də o iki əlin, iki ayağın var. Nəysə dəyişmək istəyirsənsə, həqiqətən də bacara bilərsən bunu. 100%. Amma yəni ki, mən rahatımdan da olmuyum, amma bir də durmadan şikayət eləyim də biraz. Mən də onu sevmirəm. Mən hətta burada da görmüşəm hələ insanlar, hansılar ki, burada da həyatlarını hansısa leveldə bəyənmirlər və ancaq ondan şikayət eləyirlər. O da mənə çatmır. Ya bunu dəyiş, yəni ki, Amerikada Mir klinim Yusашolna Amerika Ruslar demiş. Amerikanın dışında da dünya var, yəni ölkələr var yaşana biləcək və yəni get dəyiş. Həyat o qədər qısadır ki, oturub şikayət eləməyə vaxt itirməkdənsə daha yaxşıdır ki, bunun üçün bir addım atıb həyatını yəni gözəlləşdirəsən. Belə. Daha bir kommentə keçək. Əvvəlini oxumayım, ikinci isə sualdır. Bu arada həqiqətən ətrafımda bu mövzuları danışacaq insanlar çox azdır ya da yoxdur. Hər kəsin dünyəvi hədəfləri var və bunlardan qaçır. Cavab belə tapmaq istəmirlər. Bəlkə həqiqətən səhv yaşayırıq ki, bu belədir. Amma saxta həyatları yaşamağı daha çox üstün tuturlar. Ağlıma yenə sual gəldi. Yormaq kimi olmasın. Mən düşünürəm ki, hər insanın bir ali missiyası, qayəsi var. Və bunun nə yalan deyim, dünyada qoyacağı izlə ölçürəm. Bir növ növbəti sivilizasiyaların inkişafına yaxşı təsir etmək kimi bir missiya ola bilər. Elə ölümsüzlük də budur. Sual isə budur. Sizcə insanın insanlıq üçün missiyası nədir? Ümumiyyətlə inanırsınız bu düşüncəyə? Mən bu günlərin bu haqda biraz düşündüm, bu kommenti sən göndərəndə və ümumiyyətlə indi söyləyəcəyim fikri də artıq bir neçə müddətdir beynimdə fikirləşirəm ki, yəni ali məqsədə hələ çatmadan kiçik məqsədlərdən danışım. Məqsəd də deməyim, missiya deyim, məqsəd deyil, missiya. Ümumiyyətlə fikirləşirəm ki, Zosi, istəmədən, istəyərək və istəmədən xəbərimiz oldu, olmadı. Hər bir insanın ətrafımızda yəni olan yaxınlarımız, qeyri-yaxınlarımız heç fərqi yoxdur. Hamısının həyatında bizim kiçik bir missiyamız olur. Hətta bəzən bir neçə dənə missiyamız olur. Hər toxunuşumuz, hər insanın həyatına olan kiçik bir toxunuşumuz bizim həmin o insanın həyatındakı bir növ rolu və missiyamızdır. Və bunu belə düşünəndə əslində o ali missiyanı düşünməsək ki, hamısı toplam olaraq da bir ali missiyaya çevrilə bilər. Çünki sən artıq bir insanın yox, bir toplumun həyatında bir dəyişimə səbəb olursan və hətta biz bir ara bir-birimizə də bu sualı verirdik. Bibimlə danışanda yadındadırsa səninlə də paylaşmışdım ki, Zosini yuxuda görmüşdüm. Bibimlə paylaşanda yuxumu ona deyəndə dedi ki, bu həm də Zosinin sənin həyatındakı missiyası və sənin Zosinin həyatındakı missiyasına bağlamaq olar və o bəndə elə bir dənə lampoçkanı yandırdı ki, oh my god, it makes so much sense. Əslində həyatımızda bəlkə də nə bilim 5 dəqiqə cəmi tanıdığımız, gördüyümüz, söhbət elədiyimiz insanın həyatında belə bizim bir missiyamız var, olub və onu bağlamışıq, o check markı qoymuşuq. Hətta mən bunu da demək istəyirəm ki, o qədər olubdu ki, o qədər olmayıb, yəni abartmağa üstmə yox. Olubdu ki, həyatımda hansısa insanlar girib, həmin o missiyanı elə bil eləyib, missiyasını yerinə yetirib və həyatımdan çıxıb. Təbii ki, bəlli yaşıma gələnə qədər fikirləşmişəm. Ay, bu niyə belə oldu, bu niyə belə oldu, sorğulamışam. Bu belə olmasaydı belə olardı. Kaş belə yox, belə eləyərdim. Sonra başa düşmüşəm ki, okey, əslində sorğulanacaq heç bir şey yoxdur. Sadəcə olaraq o insanın həyatındakı missiyası nə idisə, o gəldi, o missiyanı yerinə yetirdi, check markı qoydu və artıq getdi başqa insanların həyatındakı missiyasını yerinə yetirməyə. Gözlərim dolur Zosi. I'm on my period. Zosi, qıbdan ağlasın, qaydacıyıq. Və ağlayarkən bir söz dedi, o mənim növbəti fikrim idi. Təkrarlamış kimi olmayım.
Amma həqiqətən də əgər nə bilim 10 il, 15 il bundan əvvəl belə bir situasiya ilə üzləşəndə ona bir isyan hissi hiss eləyirdimsə, indi hal-hazırda artıq o nöqtəyə gəlmişəm, hardakı ona təşəkkür edirəm. Yəni doğrudan da hər bir insanın həyatımızda olan missiyasına təşəkkür edib onları buraxmağı bacarmalıyıq. Yəni bu məcazi mənada, yəni konkret insanlardan danışmırıq, sadəcə olaraq example olaraq verirəm. Və özümüz haqqında iz buraxmağa gəldikdə isə bu günlərdə sənə deyəsən göndərmişdim o Reels-i Zosi. Hansı aktyor idi? Cem Yılmazın qardaşının adı nə idi? Can Yılmaz. Can Yılmaz. Ona bir sual verirlər ki, necə bir iz buraxmaq istəyirsən də bu dünyada? Nədir sənin buraxmaq istədiyin iz nədir? Qayıdır o intervyura sual verir ki, sənin deyir baban yadındadır. Qadın deyir ki, hə belə də Moranles yadımdadır. Bəs deyir babamın babası yadındadır. Deyir, yox, mən onu tanımıram. Deyir, that's it. Nə missiyadan danışırsan, yəni. Nə izdən danışırsan sən. Yəni ki, 2 generation sonra adımı belə xatırlamayacaqlar mənim. Unless nə bilim sən həqiqətən də elə bir dəyişim dünyada eləmirsənsə, yəni ki, o da çox nadirən olan bir şeydir. Yəni sadəcə olaraq o kiçik toxunuşlar, o kiçik missiyalar mənim üçün çox daha anlamlı gəlir və çox daha real gəlir. Ona görə ona daha çox inanıram deyə bilərəm. Çox qəşəng yerdən girdin Zosi. Çünki çox belə emosional zəka yerindən ələ aldın bu mövzunu. Ona görə yəni mənə də çox belə təsirləndim danışdığın şeydən. Çünki həqiqətən çox qatıldım dediklərinə ki, hər insan həqiqətən də bir missiyadır, elə Zosi demiş. Yəni ki, sən oturub, ay mən necə bir missiya tapım, mən özümdə nə kəşf edeyim, nəyi ixtira edim ki, sonrası üçün deyil də anda olub da, əslində Əli xanın daha öncəki epizodlardan birində verdiyi sualdakı məsələdə o anı yaşamaq məsələ. Yəni o da bir-birindən çox çelişən mövzulardır da. Yəni gələcəkdə məni xatırlasınlar deyə bu gün bəlkə yanındakı bu insana kömək olacaqkən sən özünü qapatdın bir otağa və ancaq kəşfinlə məşğul oldun və ara yerdə nə onu, yəni ola da bilər onu elədin, amma ara yerdə anda eləyə biləcəyin o yaxşılıqları, tutaq ki, yaxşılıq deyək, pislik də bir dərsdir, o da bir missiyadır. O da bir missiyadır. Yəni ki, yaxşı pis deyil məncə də. Mən məsələn Zosik dediyinə çox qatılıram ki, insanlar bizim həyatımıza gəlir, yaxşı və ya pis bir onlarla bir şey yaşayırıq, təcrübə yaşayırıq və həyatımızdan çıxırlar. Amma onlar da bizim üçün bir dərsdir. Yəni hər insan həyatımıza girən bir dərsdir. Əslində bu Gandhinin o məşhur sözüdür ki, dünyada nə isə dəyişmək istəyirsənsə özündən başla, yəni özün üzərində və bunun da hardasa Zosinin dediyi o kiçik missiyalarla məncə çox əlaqəli olduğunu düşünürəm ki, bəzən doğrudan da biz fərqində olmadan bizim həyatımızda elə bir insan bizə o boyda bir iz buraxa bilir ki, yəni sən məntiqən düşünürsən ki, hə mən məsələn nə bir müəllimim mənə iz buraxmalıdır, valideynim mənə iz buraxmalıdır, filan kəsim avtoritetlərin var ki, hər insanın psixoloji beynində avtoritetləri var. Yəni biz belə function edirik. Amma eyni zamanda da elə bir adam, yəni qonşumuz Əhməd dayı da, yəni sənə elə bir dərs verə bilər ki, ömür boyu o dərsdən yola çıxaraq hansısa düzlərə apara bilər də, səni hansı əməlləri düzləşdirə bilər. Bəzi insanlardan məsələn ondan heç bir dərs çıxartmır və seksist reklamlar çəkməyə davam edir. Bəlkə qabağına elə müəllim çıxmayıb Zosi, biləməyiz. Ümid edək ki, çıxar. Hə, yəni ki, ali məktəb. Ali məktəb. Ali sözünü o qədər işlətməmişəm ki, son 10 ildə. Ali deyəndə deyək. Mən o işin birinci dəfə idi qayə sözünü eşidirdim. Ali missiyaya, indi də ali məhkəmə demək istədim. Bizim bu dillə yaşadıqlarımız nədir də? Hə, ali məqsəd, ali məqsəd. Çox emosiya keçirtdim, görsən danışa bilmirəm. Nəysə. Çox gözəl danışdın amma Zosi. Ali missiyalara da gəldikdə, məncə də bəzi məsələn özüm üçün deyə bilərəm ki, mən də bunu çox ortada bir yerdə yaşayıram. Yəni bir mənə yüklənən missiyalar var, məsələn ailəm tərəfindən hansısa missiyalar mənə yüklənib. Onlar belə lokal missiyalardır da, yəni ki artıq sənə onlar yüklənib deyə mən onları avtomatik eləyirəm. Yəni mən onları
özüm fikirləşmirəm ki, mən missiyam budur deyə eləyim. Məsələn, elementar olardan biri bildiyin şeyi paylaşdı. Yəni o mənə yəqin ki, anam artıq şikayət edir ki, deyir, bəs hər epizod məndən danışdı. Amma hər epizod mövzu sənə gəlir, çıxır, afı çıxar. Oh my god. Hə, yəni anamı məsələn uşaqlıqdan bilirəm ki, belə bir çox belə şey böyüdüb də, vətəndaş böyüdüb uşaqlarını, övladlarını və uşaqlıqdan ən balaca yaşda mən bilmişəm ki, mən bir vətəndaş olaraq missiyam var. Və bu fərq yoxdur hansı ölkədə yaşayım filan, amma yəni bir Azərbaycanlı olaraq həmişə hiss edirəm ki, hətta bu zosilərdə belə yəni sadəcə əylənə bilərik, amma içimdəki o anamın o mənə yüklədiyi missiyanı bir şey bilirəmsə onu da bir paylaşım da, yəni ki, birinə bir şey eşidəcəksə niyə bunu eləməyim? Məsələn, bu lokal belə balaca içimdə olan missiyalardan biridir. Eyni zamanda da içimdə belə çox ağır bir nihilist oturur, hansı ki, heç inanmır bu şeylərə, o Can Yılmazın 5 bətər, heç inanmır ki, özümüzdən sonraki nəsillər, insan irsini necə qoruyaq, yəni o şeylərə də mən o qədər nihilist yerdən baxıram ki, çox da belə ciddiyə ala bilmirəm, ona görə də bilmirəm, yəni tam çözdüyüm bir şey deyil ki, yəni amma Zosin dediyi şey mənə daha yaxındır ki, balaca hərəkətlərlə onsuz da bizim varlığımız, bizim davranışlarımız, bizim bir yerə gedib getməməyimiz belə bir missiya daşıyır, yəni bir dərsdir bizə, başqalarına, özümüz özümüzə dərsik, ən yaxınlarımıza dərsik. Ona görə missiyalarımız da bunlardır. Bir də bu bizim bildiklərimizdir də, bir də bilmədiyimiz nələr var. Məsələn, bax biz indi epizodlar çəkirik də, Zosi. Kimsə baxır və ondan nəyəsə görə təsirlənir ki, elə bir kommentlər də almışıq. Məsələn, bəzən görürük ki, doğrudan da elə bir içdən komment yazırlar ki, izləyicilərimiz, ona mən doğrudan orada biz artıq bir toxunuş eləyirik. Orada da bir missiyamız var. Tanımadığımız insanların həyatında belə bizim bir missiyamız var yəni. Qatılıram. Hətta bu Əlixanın yazdığı o mövzu ki, mən bunu ətrafımda çox insanla danışmıram. Onu bizə bir neçə nəfər eyni şəkildə yazıb ki, mənim belə dostlarım yoxdur, mən belə danışmıram. Əslində biz də real həyatda, yəni mən deyə bilmərəm ki, mənim həyatımda bütün günü polemikalar apardığım belə dostlarım var, dərin-dərin mövzularda danışırıq. Əslində bura bizim üçün yəqin ki, elə bir platforma oldu ki, biz də ancaq burada danışırıq. Yəni bizə siz də belə həsəd aparacaq bir durumda deyil. Bizim də bu bir ehtiyacımızdır deyə yəqin bunu eləyirik ki, danışa həm özümüzdə nələrsə çözürük. Bir dənə amma bir şeyin realizationuna gəlmişəm son zamanlarda. Təbii ki, çox xoşbəxtəm ki, biz bu proyekti eləyirik və burada danışırıq. Artıq bu ehtiyac bizdən çıxır. Amma biz bu epizodları çəkməmişdən əvvəl, Zosilərdən əvvəl bizim Zosi ilə həqiqətən də uzun-uzun oturub saatlarla danışdığımız günlər olurdu. Biz artıq onu eləyə bilmirik. Çünki biz artıq onu burada eləyirik. Sizlə eləyirik. Əvvəl əgər bu artıq mən də çox darıxıram. Bu günlərdə başa düşdüm ki, deyəsən hansısa memory çıxdı qabağıma. Həm ya bizdə, ya sizdə biz postoyla belə otururduq. Biraz o anlar üçün darıxıram, amma başa düşürəm ki, artıq dünənlərimiz o ilə night out eləmişik. Getmişik bara, nəsə söhbət eləyirik falan filan. Deyirəm ki, Zosi gəl bir dənə bu mövzu haqqında danışırıq. Mənə qayıtdı ki, iş gətirmə. Hə, artıq yəni oturub söhbət eləyən iki rəfiqə ikən biz əvvəllər. İndi birdən başladıq Zosilər proyektindən. Sonra bir belə şey olduq ki, yox da, yəni biz burada proyektdən danışmayacağıq. Biz burada əylənə, rəqsimizi edək, çıxaq gedək. Hə, Zosi qatılıram sənə. Yəqin ki, burada həm də danışırıq deyə bəlkə ürəyimiz dökülür, ürəyimizdən çıxır. Ola bilər, o ehtiyacı burada biz artıq doğrulduruq. Bu arada bu anonsu da vermədən keçəməyiz. Bu epizod çıxandan sonra növbəti həftə biz çox güman ki, epizod çıxartmayacağıq və ondan sonraki həftə çıxardacağıq. Bu da bizim artıq yay tətilləridir və travel eləyirik, ora-bura gedirik. Ona görə vaxtımız çox qıtdır. Çalışacağıq bir həftə breakdən sonra artıq yenə qayıdaq. Amma arada ola bilsin. Arada yay bitənə kimi bir-iki dəfə biz yəqin ki, çıxmaya bizi idarə edin. Amma həm də anlayırıq ki, sizin də tətilləriniz var deyə, sizin üçün də bizdən biraz break bizdən fasilə götürmək yaxşı gələ bilər ki, darıxasınız bizim üçün. Darıxın bizim üçün. Darıxdınız, girin köhnə videolara, başdan baxın. Komment hamısına bir daha şərh yazın. Nədir next Zosi? Keçək. Bir realization'a daha gəlmişəm.
Həftə Zosi üçün realizationlar həftəsi. Bu arada inanırsınız, o qədər busy bir həftə olub. Bu realizationlara hansı breaklərdə gəlmişəm, onu da bilmirəm. Amma elə dünənlərim dedim ki, Zosi çox maraqlıdır. Bu günlərim birdən fikirləşdim ki, ayda nickname'lər bizim həyatımızda necə önəmlidir. Yəni bir insana verdiyimiz ləqəb. Onu da necə oldu? Qızımla söhbət eləyirdim. Dedi ki, bəs siz 5-ci gündür çəkiliş eləmirsiniz. Dedim, bəs Nərmin sabah gələcək, Zava çəkəcək. Dedi, Nərmin. Dedim, Zosi, dedi, sən niyə Nərmin dedin? Sən niyə Nərmin dedin? Bir dəqiqə. What? Fikirləşdim birdən. Nə bilim, o an nəsə Zosi deyil, Nərmin dedim. Aha. I felt so weirded out. Honestly, mənə çox weird gəldi ki, mən niyə Nərmin dedim? Dil sürüşməsi yaşamısan. Zümrüd mənə qayıtdı ki, Zosi, Zümrüd mənə qayıtdı ki, denən Zosi də, Nərmin nədir? Sən gəl Zosi desəydin, mən başa düşməyəcəkdim kim gəlir. Dedim, I don't know, mən bilmədim mən niyə Nərmin dedim. Amma bir anlıq ingilis dilində danışırdım qızımla. Bəlkə ona görə Zosi dedim, Nərmin dedim o anda. But anyways, birdən fikirləşdim ki, mən ümumiyyətlə ətrafımda, ailəmin içində və dostlarıma heç birinə adı ilə müraciət eləmirəm. Heç birinə. Hamısının ləqəbi var. Eynən. Və biraz belə research elədim. Research deyəndə research olunacaq bir mövzu deyil. Yox idi, nəsə çıxdı. Çox basit bir açıqlaması var. Yəni research etmədən də bu conclusion'a gələ bilərdim. Bizim sadəcə olaraq hər society-də fərqli rollarımız var. Məsəl üçün harda biz öz adımızla çağırılırıq? Daha ciddi ortamlarda, nə bilim, iş görüşməsidir və yaxud ciddi bir ortamdır və yaxud dava əsnasıdır. Sən davada demirsən də ürəyim, sən bunu niyə belə elədin? Həyatımın mənası. Nəm adı ilə müraciət eləyirsən və artıq insanın öz adı beynində associated olur həmin o self-la, hardakı o ya ciddi bir ortamdadır, ya bir dava əsnasındadır, ya ciddi bir söhbət əsnasındadır. Ona görə beyin üçün o ləqəb artıq həmin o insanla olan bonduna yəni odaqlanır və artıq beyin o ləqəbi eşidəndə o komfortu hiss edir. Həmin o insanın o sostoyaniyada, o ləqəblə eşidilən, çağırılan sostoyaniyasında nə hisslər keçirirsə, ona yəni odaqlanır və birdən-birə öz adını eşidəndə həmin o insanlardan artıq bir alarmdır, kognitiv dissonans yaşayır. Çünki deyir, what's going on? Bu insan və o ad bir yerdə getmir normalda, nə baş verir? Ona görə biz akademikdə bu hissi hiss eləyirmişik. Zosi, mən deyə bilərəm ki, hardasa 20, 22, 23 yaşlarıma qədər Nərmin adını eşidəndə qorxurdum. Şey olurdum, yəni Neynəmişəm? Yox, yəni ki, yabancılaşırdım sözü, necə deyim Azərbaycan dilində. Yəni ki, özümə belə öz adıma özgələşmə yaşayırdım. Çünki o qədər mənə heç kəs Nərmin demirdi həyatımda. Nərmin deyə mənə müraciət, sən demiş, məktəbdə də 2 dənə, hər yerdə həmişə 2 dənə Nərmin olub, harda olmuşamsa deyə, həmişə familiya ilə çağırırdılar məni. Adımı heç vaxt eşitmirdim. Kimsə mənə Nərmin deyəndə belə olur ki, o kimdir? Başa düşdü, o dərəcədə demirdilər. Sonradan artıq xaricdə yaşayandan sonra adımla, yəni və adımı sonradan sevməyə başladım. Çünki mən həmişə Nərmin sözünün milyon versiyası idim hamı üçün. Heç vaxt heç kəs ona görə yəni adam belə bir məsələn o yaşlarda da çox önəmlidir. Məsələn yaxın rəfiqən birdən sənə Nərmin desə ya da sevgilin sənə birdən adınla müraciət etsən ki, səhv nə etmişəm mən? Nəyi? Aynən. Yanlış yapdım da. Çünki beyin associate eləyir ki, ya nəsə ciddi bir şeydir, ya ciddi bir ortamdır, ya da nəsə baş veribdir ki, sənə adından müraciət edirlər. Mən də o yadlaşmanı hiss eləyirəm Zosi. Mənə heç kim adımla müraciət eləmir. Mən məsələn Zosiyə həyatımda Aysel deməmişəm yəqin ki. Mən də Zosiyə Nərmin deməmişəm. Yəni mənə sən məsələn Nərmin desəm deyərəm ki, okey. Dostluğumuza nəsə oldu. Zaten odur Zosi. Anında. Zaten odur. O niyə dava əsnasında artıq sən adla müraciət eləyirsən? Çünki o band bir anlıq itir və içindən gəlmir artıq. Onu demək. Çox maraqlıdır. Yox, Zosi, sən həmişə Zosi olacaqsan. Dilim sürüşdü Nərmin dedim. Amma Freud deyir ki, hər dil sürüşməsində bir şey var. Deyəcəm bu dəqiqə Freuda da. Bir də sənlə mənə Zosi maraqlı gəlir. Çox maraqlıdır ki, xüsusilə yəni bu çox belə ləqəb qoymaq çox belə nə bilim modern ya da şey görünə bilər də, trendi bir şey kimi görünə bilər.
Amma kəndlərdə qoyulan o ləqəblər var ya. Yadındadır sənin türklərdən reel göndərmişdin nənələr. Kəndlərdən elə gülməli ləqəblər çıxır da və kənd ləqəbləri çox mean olur, çox kobud olur. Nə bilim Keçəl Həsən, nə bilim Lilliput Kamil, başa düşdü. Oradakı insanların acımasızlıq leveli. Aynen. Zosi onu bir də bilsən kimlər eləyir? Mənim bir dənə qabağıma reels çıxmışdı. Hispaniklər eləyir. Məncə də hamı eləyir onu. Ümumiyyətlə Hispaniklərdə, yəni mean ləqəblər. Dark, başa düşdün? 2 barmağı yoxdur, adını qoyurlar. Pistolet. Точно. Şeydə görmüş. O dəfə o baxdığımız o reeldə nənələrdir kənddəki kimlərsə danışır. Çox gülməli. Deyir bir dənə doktor Hasan var idi. Deyir, doktor muydu? Yox, deyir dəli idi. Onu deyir gəldilər narış. Xalat geyindirib apardılar. Ona görə Xalata bürüyüb apardılar. Ona görə adı doktor qaldı da. Yəni adam əslində dəli. Ayda o çox gülməli. Ya da nə bilim kimlərinsə məsələn seksual performansına uyğun. Yəni kəndlər başqa bir leveldə yaşayır bu ləqəb qoyma şeyini. Məsələn onu araşdırmaq çox istəyərdim ki, bu insanlar niyə belə ləqəblər qoyur? Pasif nə bilim sanki. Yumurtasız falan başa elə zaraf, elə bir də Zosi çox şeydilər, kreativdilər. Çox kreativdilər. Yəni ki, o ləqəbləri də fikirləşəcək qədər kreativdilər. I love it. Ləqəbləri doğrudan ciddiyə almaq lazımdır. O ləqəblərdə bir şey var, bir altında var sənin ətrafında elə bir insan hansın ki, çox gülməli bir ləqəbi var. Gülməli belə, yəni deyə bilməyəcəyim bir var. Hə, denəndə mənə. Bir komment daha səsləndirmək istəyirik. Dediyimiz kimi bugünkü epizod kommentlər üzərindəndir. Məlahət Eyvazova yazıb bizə. Mənim 29 yaşım var. Həmişə istəmişəm ki, bu cür bir podruqam ya da kruqum olsun. Oturum bu konseptdə söhbətlər edim. Amma həmişə özümü məişət problemləri, uşaqlıq travmaları dinləyən yerdə tapmışam. Podruqalarımın xətrini çox istəyirəm. Heç birinə açıq-açıq shut up please, maraqlı kanala çevir. Bezdim deyə bilmirəm. Biraz axtarışa çıxdım bu yaxınlarda. Yeni münasibətlər qurdum ki, bəlkə, amma gördüm yox. Mən dəhşətli bir döngüdəyəm. Ömründə heç kimə açılmayan qapalı insanlar da məni görüb problem danışmaq eşqinə düşürlər. Həyatımdakı nə boyda boşluğu Zosiləri dinləmək doldurur. Sözlə ifadə edə bilmərəm. Qızlar çox sağ olun. Maç quç. Sevirik sizi. Çox sağ olun. Necə şirinsiniz. Çox sağ olun. Dəstəyiniz bizim üçün çox önəmlidir. Bunu eşitmək bizə çox xoşdur. Amma var belə insanlar Zosi. Var belə insanlar, amma bu mövzuya biraz daha öncədən girmək istəyirəm. İlk hissəsindən maraqlısı odur ki, Azərbaycanda ikən ətrafımda çox fərqli kruqlardan çox fərqli insanlar var idi və böyük əksəriyyəti həqiqətən də ən number one mövzuları hələm əgər sən uşağın falan varsa, ancaq məişət mövzuları olurdu, ancaq belə konkret də, yəni belə məişət mövzuları deyək keçək. Biraz elə bil ki, yaşım artdıqca artıq mənim də ətrafımda o insanların sayı çoxaldı ki, kimlə ki mən də artıq başqa mövzularda başladım danışmağa, daha mənə də maraqlı, onlara da maraqlı. Amma məndə də olur elə şey ki, bir də gördün 5 dəqiqə tanıdığın insan gəlir, başlayır öz dərdini danışmağa. Biraz yəqin ki, border qoymaq lazımdır hardasa. Amma bu boşluğu doldurmaq üçün bizi tapmısınızsa, nə mutlu bizə və sizə deyə bilərəm. Mən də qatılmaq istəyirəm ki, məncə o dediyim kimi də mən şəxsən öz adıma da deyə bilərəm ki, o problemlə mən də çox üzləşirəm. Mənə çox çətindir insanlarla danışmaq və çox belə bəzən özümü çox yalnız hiss edirəm. Zosi xaricdə təbii ki. Çünki ehtiyacımdır bu insanlarla oturub dərin mövzuları danışmaq bir ehtiyacımdır və Zosidən biraz daha fərqli olaraq mən tam tərsi elə bir ortamda böyümüşəm ki, ancaq bu mövzular danışılırdı və heç məişət yox idi da. Yəni oturub nə bilim Sokrat belə deyib, Sartre belə deyib böyümüşəm və ona görə mənim üçün dünyaya belə atılıb birdən burada hamı məişətdən danışır və mən bilmirəm burada nədən danışım, saç kraskasının rəngindən necə danışım birdən də. Biraz belə həmişə özümü hiss eləmişəm, yəni outsider hiss eləmişəm də, o marjinal qalmışam insanların şeyində, ətrafında və çətin xarakterim olduğu üçün də assimilə ola bilmirəm elə ortamlarda. Ona görə çox çətindir mənə də, məsələn, sizlə çox empatiya qura bildim. Və bilsən, məsələn, Zosi, məsələn, o belə
introvert, ekstrovert söhbətləri var. Mənə elə gəlir ki, o definitionlar çox sürüşkən definitionlardır. Mən məsələn özümə nə introvert deyə bilirəm, nə ekstrovert deyə bilirəm. Zosi, onun ortası da var. Nə də ortası deyə bilirəm. Mən başa düşürəm ki, məndə çox location'a görə bu dəyişir. Yanımdakı insanların keyfiyyətinə deyib pis mənada bunu demirəm, amma yaxşı niyyətlə deyirəm bunu. Ona görə çox dəyişir. Yəni ətrafımda əgər mənə maraqlı insanlar varsa, elə bir şəhərdəyəmsə, mən dünyanın ən ekstrovert. Mən məsələn Bakıda belə çox ekstrovert idim. Yəni səhər evdən çıxırdım, gecə evə gəlirdim və çox canlı belə dost ortamım var idi. Eyni şəkildə Türkiyədə də və məsələn mən tez-tez Türkiyəyə gedirəm, gah orada yaşayıram, gah burada. Orada olanda başqa bir insanam, yəni mən orada gündə 6, 7, 10 nəfərlə görüşüb, hamı ilə söhbət edib, istədiyim mövzularda o enerjini alıb qayıda bilirəm. Təkcə söhbət, yəni insanların keyfiyyətindən də getmir, şəhərlərin də logistikasından, infrastrukturundan da çox əlaqəlidir. Bizim daha öncə də demişdim də, bunu yaşadığımız şəhər biraz belə çox dostluq friendly bir şəhər deyil, çox family friendly bir şəhərdir. Yəni bura belə böyük ailələr, o filmlərdə gördüyünüz ağ evlər, nə bilim, həyət evləri falan elə yerdir və burada ona görə sənin kimi belə marjinal tiplər tapmaq çox çətindir. Mən də eyni struggle-ı yaşayıram, yəni içimdə başa düşürəm ki, okey, yəni ki Zosilərdən sonra xeyli dəyişib mənim üçün. Məsələn, çünki Zosilərdə artıq başqa insanların da fikirlərini siz şərh yazırsınız. Deyirəm, okey, mən bu mövzunu müzakirə elədim 50 daha nəfərlə də, yəni öyrəşdiyim o şeyi qazana bilirəm sayənizdə. Ona görə onu bağlayacaqdım ikinci hissəsinə mövzunun ki, people pleaser-li idi o. Yəni mən həqiqətən düşünürəm ki, siz biri var ki, həqiqətən elə insanlar var ki, oturur və xoşu gəlir də, məsələn, dark bir hekayə dinləsin, doğrudan da o fikirləşəcək, bir çarə tapıb hər nədirsə. Amma siz bunu sadəcə dostumu sevirəm ya da insanları qıra bilmirəm deyə eləyirsinizsə, siz özünüzə zərər verirsiniz və mən sizə ancaq onu məsləhət görərdim ki, bunu eləməyin. İnsanlara yox deməyi bacardığınız an həyatınızda çox şey dəyişəcək və yeni bir özünüzlə tanış olacaqsınız. Çünki başqalarının, həmişə danışdığımız kimi, bunu da danışmışıq ki, bir kruqun içində olanda, belə böyük bir ortamın olanda da sən biraz o individuallığın başlayır azalmağa. Çünki sən o istəyir ora gedək, onunla gedirsən, bu istəyir bunu danışmaq, bunu danışırsan. Ta ki o ana kimi ki, sən artıq yox deməyi bacaracaqsan və yox demək həyatımızda mənə elə gəlir ki, bizə çox şey qatır. Yəni öz individual inkişafımıza bizə çox yaxşı tərəfləri var və xüsusilə başqa, çünki mənə o çox belə şey gəlir, yəni bərabərliyin pozulması kimi gəlir ki, sən elə ancaq get qulaq as, sənə dərd danışsınlar, sən də ancaq get qulaq as, dəstək ol, sənə heç kəs qulaq asmasın. Yəni artıq orada bir yerdə mən qulaq asmaram, yəni sizin. Əvvəl mən də qulaq asardım. Çox böyük, hətta mənim əmim qızı mənə molla ləqəbi qoymuşdu. Həmin o kənd ləqəblərindən biri mənə molla deyirdi ki, sən də deyir bir mollasan, hamı gəlir sənə bəsdir də, dərd dinlədin də. O da belə dolça bürcüdür, çox egocentrik, yaxşı mənada insandır. Yəni mən onda belə realize eləmədim hələ, amma çox sonradan həmin o həyatımızda missiyası olan insanlar məsələsi, mənə bir dostum dedi ki, sən heç vaxt insanlara yox demirsən, sənin problemin budur. Sənin problemin o deyil ki, ayda bunu eləyə bilmədim. Sən deyir, başa düşsən, bütün bu şeylərin hamısının olmasında şərt odur ki, çünki sən heç kəsə yox deməmisən. Və o yox deməmisən, nə qədər bu klişe səslənsə də, əslində o yox deməyin nəticəsidir bütün problemi çözən. Çünki o insan görür ki, o hər dəfə gəlir sənə problemini danışır və artıq sən o insanın beynində sən associatedsən ki, okey, problem var, gedim danışım o konkret insanla. O məni dinləyəcək, o bütün ağırlığı götürəcək öz üzərinə. Mən boşalacağam, rahatlayacağam. Ona görə o yoxu məhz onun üçün demək lazımdır ki, o insanın beynində də o pattern qırılsın ki, artıq hər problem yaşadığında sənin yanına gəlməsin. Çünki həqiqətən bu çox yorucu bir şey ola bilər. Çox. Var elə insanlar, məsələn psixoloqlar deyək də, onların ən yəni bir nömrəli faktorları nə ki, onları eləyir psixoloq, dinləmək sevməyidir, sevdasıdır. Onlar çox sevirlər başqalarının dərdlərini dinləsinlər, qulaq assınlar, anlasınlar, hər şeyə bir çözüm tapmağa çalışsınlar.
onların həyatdakı missiyaları ondan ibarətdir və ondan zövq alırlar, ona görə onu eləyirlər. Əgər yəni passion olaraq psixologiyanı seçiblərsə. Amma əgər siz bundan zövq almırsınızsa, əgər bunu güclü tərəfiniz kimi deyil, həqiqətən bunun əziyyətini çəkirsinizsə, yəni Zosin dediyi kimi yox deməkdə çox böyük fayda var və çətinlik birinci dəfə yox deməkdir. Həqiqətən bu patterni sındırmaq özündə çox çətindir. İnsan elədir Zosi. İlk yoxdan sonra mən elə rahatladım. Elə rahatla. Akasa kiməsə məsələn kimsə deyir ki, "Falan yerə bir yerdə gedək də." Akasa yox, gəlmirəm, istəmirəm. Bir choice-dur və mən onun fərqinə 24-25 yaşımda vardım ki, actually mənim belə bir choice-um var. Bilirsiniz, Zosi, biz ümumiyyətlə people pleaser böyüdülmüşük. Böyüdülmüş tərbiyə, verilən tərbiyə odur. Mənim 13 yaşındakı qızımın o qədər set seçimləri var ki, o qədər yaxşı bilir ki, nəyi istəyir, nəyi istəmir, harda mənə yox deyə bilər, harda mənə hə demək istəyirsə hə deyir. Yəni mən hərdən onu fikirləşərək belə başa düşürəm ki, oh my god, thanks God, mən artıq bu generationda uşaq. Hətta düşünürəm ki, bu artıq tək mənim nailiyyətim deyil, artıq generation olaraq bunlar daha fərqlidirlər. Amerikada təhsil almaq zarafat deyil. Yəni faktorlar çoxdur. Amma o yoxu deməyi həqiqətən də o qırmaq lazımdır. Bir dəfə, iki dəfə, üçüncü dəfə artıq doğal gələcək sizə. Bir də məsələn mən məsələn şəxsən özüm qarşımdakı insan da mənə yox deyəndə ya da başqasına yanında yox deyəndə mən o adamdan xoşum gəlir. Deyirəm, "Vau, necə cool bir insandır da, rahat dedi ki, mən belə istəmirəm də." Yəni bizə o qədər o öyrədirib ki, o olmamalıdır. Yəni tam tərsi siz xarakterinizin güclü olduğunu bir daha nümayiş etdirmiş olacaqsınız və güclü insanları həmişə hər kəs sevir. Bilirəm ki, o belə people pleaserliyin altında yatan o qorxudur da, birdən tək qalaram, birdən yəni onun da dərdinə qulaq asmam, bunu birdən hamını itirərəm qorxusudur. Amma əgər də dərd qulağı asaraq varsınızsa, zaten olmayın heç o klubda, yəni. Amma yəni nə qədər o güclü tərəflərinizi göstərməkdən qorxmayın, yəni onlar bizi. Bir də məsələn o deyir sizə ki, dənədim, təzə adamlar tapa bilmədim. Məncə bu da bir problemdir Zosi. Yeni dostluqlar əldə etmək. Yenə də deyə bilərəm ki, heç vaxt gec deyil. Yəni yenə də şansınızı denəyin. Mən ona da inanıram ki, belə o məqsəd yönlü bir dənə obyekt, yəni bir fiqur yaradırsınız beyninizdə. Deyirsiniz ki, bax belə insan istəyirəm və gedirsiniz sırf bütün o kriteriyalara uyan insan axtarırsınız. O biraz çox şey gəlir mənə, realistik deyil. Hə. Əgər sadəcə olaraq onu belə axınına buraxsaz və daha çox sosiallaşsaz, o bariyeri yəni qırıb sosiallaşsaz, mənə elə gəlir şans daha çox olar. Yəni ay sırf belə olsun, bu mövzularda danışsın deyib deyil. Yəni bir-birinizdə o tərəfləri kəşf eləyə bilərsiniz. O yəni ki baxanda ilk insana deyə bilmirsən o insanın nədən ibarətdir, onu vaxtla 29 yaşı var idi xanımın. Biz məsələn Zosi ilə burada yəni sizin dostluğumuzu başlamışıq. Elə o yaşlardaydıq Zosi. Elə 29 yaşlarımızdan biz bir-birimizi yəni burada bir daha kəşf elədik. Ona görə yaxşı yaşlardır belə dərin mövzularda danışa biləcəyiniz bir özünüzə rəfiqə tapmaq üçün heç vaxt gec deyil. 100% tapacaqsınız. Əgər elə bir istəyiniz varsa 100% tapacaqsınız. Optionlara açıq olun deyirik. Və bu nöqtədə yəqin ki, bu həftəlik Zosiləri bağlayırıq. Bir həftə ara veririk. Bir həftə ara veririk, gedirik dincəlməyə və dincəlib qayıdacağıq. Mənə yaxşı yox. Abunə olmağı unutmuruq.